Hər birinizə salam dostlar. Kanalıma ilk dəfə gəlirsinizsə, mən Güz Zeynalova. Artıq 1 ildən çoxdur ki, hətta 2 ildən çoxdur ki, YouTube platforması üzərindən siz gənclərin maariflənməsi üçün, inkişafı üçün bir-birindən çox maraqlı videolar çəkirəm. Bugünkü videomuzun mövzusu da başlıqdan gördüyünüz kimi buraxılış imtahanına bir həftə qalmış nələri etməməlisən. Normalda digər blogerlərdə, digər youtuberlərdə siz görürsünüz ki, bir həftə qalmış nə etməliyəm, bir həftə qalmış necə oxumalıyam. Amma mən biraz fərqli kontent olsun deyə bir həftə qalmış nələri etməməlisiniz, bunları sizlərə çatdırmaq istəyirəm. Çox uzatmadan videomuza keçid edək. Mən lazım olan şeyləri burada qeyd etmişəm və buradan sizlərə çatdırmağa çalışacağam. Ümid edirəm ki, fikrim sizə aydın olar. Sizdən tək bir istəyim var ki, kanala like atıb abunə olasınız və şərhlərdə öz fikirlərinizi bildirəsiniz. Keçid edirik videoya. Dostlar, belə bir şey deyim ki, mən artıq 2-ci kurs tələbəsiyəm və vaxtı ilə 11-ci sinifdə olanda bu videonu görməyi çox istəyərdim ki, hətta axtarırdım ki, belə bir video var, mən neyiniyim, nəyi etməyim, necə oxuyum, necə başqa şeyləri necə edeyim. Və sonra təbii ki də YouTube platformasına başladım. Əlimdən gəldiyincə sizin suallarınızı da toplayaraqdan bu video ərsəyə gəlir. Deməli, əvvəla onu deyim ki, bir həftə qalmış nəyisə sıfırdan etmək olarmı? Olar. Amma sizin əgər o şey haqqında sıfır məlumatınız varsa, o şey haqqında ümumiyyətcə həvəsiniz yoxdursa, bir həftə qalmış vaxtınızı ona sərf etməkdənsə, normal səviyyədə bildiyiniz bir şeyi yaxşılaşdırmaq daha məntiqlidir. Atıram, riyaziyyatda trigonometriya bölməsini bilmirsiniz, sıfırsınız, həvəsiniz də yoxdur. Siz bir həftə qalmış o trigonometriya cədvəlini əzbərlədiyiniz vaxtda, çünki onun sualı düşəndə onu tətbiq etmək biraz çətin olacaq. Gəlin reallıqla danışaq. Bəlkə mənim bu sözümü qınayanlar oldu, bəlkə mənim bu fikrimi təsdiqləməyənlər oldu. Fikrinizə hörmətlə yanaşırammı? Bəli, yanaşıram. Amma ki, bunlar real şeylərdir, yəni reallıqdır, reallıqdan əlavəsi deyil. Sadəcə olaraq bir həftə qalmış bir vaxtda onu öyrənib, gedib imtahanda o sualı görürsünüz və deyirsiniz, mən bu qaydanı bilirəm, amma tətbiq edə bilmirəm. Sən o qaydanı 2 gün qalmış öyrənibsən. O qaydanı tətbiq edə bilənlər artıq neçə illərdir ki, bu iş üzərində professionallaşıb. Yəni, reallığı gözdən itirməyin. Amma tutaq ki, Azərbaycan dili fənninə baxaq. Azərbaycan dili qaydalarına tabeli-tabesiz cümlə. Kanalda paylaşım eləmişəm, 5 dəqiqədə izahını verirəm. Gedib o kanaldakı o videoya baxıb öyrənə bilərsiniz. Çətin bir şey yoxdur. 1-2 dənə testini işləsəniz, siz o qaydanı əzbərə bilmiş olarsınız. Test görsəniz, testini işləyərsiniz. Niyə? Çünki qaydası lakonikdir və siz o qaydanı əzbərləyib 1-2 dənə testini işləyəndə yadınızda qalır ki, bu tip test düşsə mən onu yenidən işləyə bilərəm. Ona görə də özünüzü yormursunuz. Çətinliyə qaçmırsınız, hazırki vəziyyəti dəyərləndirirsiniz. Plan qurma. Digər məsələmiz plan qurmadır. Niyə plan qurma? Çünki hazırki vəziyyətdə sizin psixologiyanız biraz fərqli işləyir. Həm 11-ci sinif psixologiyası, həm buraxılışa ilk dəfə imtahana gedəcək bir psixologiya. Çünki ilk dəfə deyəndə 9-cu sinifdən ziyadə siz artıq 11-ci sinifsiz və bu qərar sizin həyatınıza birbaşa təsir eləyəcəyi üçün necə deyərlər, sizin ilk addımınızdır və hər bir kəs istəyər ki, ilk addımı uğursuz olmasın. Və bu səbəbdən dolayı siz hazırda biraz yorğunsunuz, biraz stresslisiniz, biraz ürəyiniz sıxılır. Plan qurmağın yeri yoxdur. Bir həftəlik plan qurursunuz. Həmən sabah durduğum yuxudan 5 dənə falan test işləyirəm, 10 dənə falan test işləyirəm. Onu beynində qur. Bir həftəlik planı cədvələ, dəftərə yazma. Buna ehtiyac yoxdur. Yəni vaxt itkisidir. O planı yazdığım vaxtda, məsələn, mən plan hazırlayırdım. Biraz çıxaq kənara. Plan hazırlayıram. 15 dəqiqə o planı yazıram. Sonra o planın birinci gününü eləyirdim, qalanını eləmirdim. Planı yerində qurub, yerində tətbiq eləmək daha yaxşıdır. Mən hazırda, baxın, Türk xalqlarının tarixi. Burada gələn həftənin mövzusunu hazırlayıram. Yəni, qarşıdakı həftənin mövzusunu, slaydını, dərsini, konspektini hazırlayıb hazır qoyuram. Məqsədim nədir? Məqsədim də budur ki, mən bir həftəlik o dərsin planını hazırlamaqdansa, yəni bugünkü gün oxuyacağım şeyləri hazırlayım, geridə qalanını da gələcək günlərdə hazırlayaram. Yəni belə şeylərə ehtiyac yoxdur, ona görə plan qurma. Beynin necə səni yönləndirirsə, onu et. Digər məsələ, gec yatma. Yuxu insanın həyatında ən vacib olan şeylərdən biridir. Mənim
Mamam bu videoya yenə baxır təbii ki. Şərhlərdə də özü yazanda görərsiniz, bəlkə yazsa. Mamam mənim 11-ci sinifdə deyirdi, çox gec yatma. İndi də deyir, çox gec yatma. Amma bilir ki, yəni artıq vəziyyət nə yerdədir. Mən saat 4-də mamama yazsam ki, mən yatmamışam, onu sorğulamaq yerinə maksimum deyək ki, niyə yatmırsan? Mən də deyirəm, dərs oxuyuram. Çünki mamam bilir ki, mən buna məcburam. 11-ci sinifdə də məcbur idim. Amma ki, yuxu rejimi elə bir şeydir ki, o pozulmasın. Pozuldusa düzəltmək olmur. Məsələn, mən özüm hazırda yuxu rejimini düzəltmək üzərində irəliləyirəm. Normalda mən belə deyim, semestr imtahanı boyunca saat 5-ə 6-ya qədər yuxusuz qalıb MIT proqramından uşaqlarla dərs oxuyurduq. Bu arada aşağıdakı linkdən WhatsApp kanalına gələ bilərsiniz, motivasiya kanalına. Orada da paylaşımlar edirəm. Yuxu rejimim alt üst olmuşdu. Rayona getdim, təsəvvür edin, rayona istirahət eləməyə getmişdim. Saat 2-də, 3-də yatırdım yenə. Normalda 12-də yatmaq lazımdır, 11-də yatmaq lazımdır, bəlkə də daha tez. Amma mövcud vəziyyət, iş rejimim, dərs rejimim, hər bir şey buna təsir edir. Və indi sadəcə qısa kəsmək istəyirəm ki, yuxu rejiminizə diqqət edin. Bu arada bu videonu belə biraz da uzatmaqdan məqsədim, biraz istirahət edin, beyninizi dincəldin, görün mən nə danışıram, başqa bir YouTuber nə danışır. Tez danışmaq səbəbim də sizi sıxmamaq və 2 qısa qoymağınıza şərait yaratmamaqdır. Gec yatma, bu qədər. Çox oxuma. Deyirsiniz, niyə? Niyəsi isə budur ki, sən neçə aylardır hazırlaşırsan, sən artıq bilirsən, sən bunu bacaracağın içində bir şübhə varsa da, onun səbəbi bu bir həftə qalmış stresin yaranmaqdır. Başqa bir şey deyil yəni. Sadəcə olaraq çox oxuma. 15 səhifə dərsi deyirsən ki, mən Osmanlı mövzusunu, Osmanlı deməyək də, indi Azərbaycan dilindən deyək, ya ingilis dilindən deyək. Mən pronoun mövzusunu bugün hamısını oxuyuram, ismi, noun oxuyuram, nə bilim, subject, adjective oxuyuram, testlərini də işləyirəm. Sonra sən nounun testini yazanda, adjective'in testini yazanda pronouna vaxt qalmır. Bəs beynində plan qurmuşdun. Bu nə oldu? Yəni, çox oxuma, çox ehtiyac yoxdur. Hərəsindən 150 dənə test işləməkdənsə mən hazırda belə dərs keçdiyim tələbələrə, abituriyentlərə, bu arada ekrandakı nömrə ilə və ya aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlayıb blok dərsləri üçün artıq qeydiyyat yavaş-yavaş açıq olacaq. İstəsəniz əlaqə saxlaya bilərsiniz. Həmçinin 9-larda. Hələ də deyirəm ki, uşaqlara tapşırıq verəndə deyirəm uşaqlar, çox oxumayın, çox yazmayın. Mənə 150 test gətirməyin, mənə 50 dənə test gətirin. O 50 testdən də səhvlərinizi qeyd edin, mən sizə onu başa salım. Çünki buraxılışa lazım olan hissə o qədərdir. Bu qədər. Çox oxumağın yeri yoxdur. Hələ bir həftə qalmış demirəm, ümumiyyətcə oxumayın. Bu mənim fikirlərimdir bu arada. Sizin fikriniz başqa ola bilər. Başqa müəllimin, başqa tələbənin, abituriyentin fikri başqa ola bilər. Bu mənim fikrimdir, mənim təcrübələrimə əsaslanır. Bu arada soruşanlar olsa, mən Beynəlxalq Münasibətlər ixtisasında təhsil alıram. Turizm və Menecment Universitetində. Həmçinin 400 balla daxil olmuşam. Bu qədər. Belə, başqa bir deyəcəyim bir şey yoxdur. Artıq 8 dəqiqədə danışıram. Çox baxma deyəndə telefonu nəzərdə tuturam təbii ki. Mən bilirsiniz ki, əvvəlki videolarımda qeyd etmişəm ki, telefona baxın, telefonu uzaqlaşdırmayın, telefondan istifadə edin. Amma çox da baxmayın. Abituriyent vaxtı mənim elədiyim səhvlərdən biri də o qədər də telefona baxmırdım düzü. Sadəcə olaraq yəni baxmaya da bilərdim. Baxmasam da yaşaya bilərdim. Baxmasam da bir şey bacara bilərdim. Bəlkə daha çox şey bacara bilərdim. Ki indi belə dərs oxuyan vaxtlar mən ötən illərdə məsələn status paylaşırdım. Universitet uşaqlarından kimsə bu videoya baxırsa, yəqin ki, yadlarına gələr. Bir həftə mən narahat eləməyin, imtahana hazırlaşıram. Yazılan mesajlara belə cavab vermirdim. Niyə? Güya cavab verə bilməzdim. Sadəcə olaraq öz komfortum üçün. Yəni, danışmağı xoşlamıram, bu qədər. İndi siz də çox telefona baxmayın. Kontaktda olan adamlar, qohumlar yazır, ay filan kəs uşağını necə balayırlar, ay filan kəs neçə bal yazdı, neçə səhv var, neçə sən nəyinə lazımdır? Sən 15 ildir bu uşağı, bu adamı, bu abituriyenti axtarmırsan. Niyə imtahan günü zəng edirsən ki, ay filan kəs uşağı neçə bal yazdı? Az bal yığanda da deyir, niyə oxumurdu? Fikri başqa, sən heç bir şey maraqlandırmır. Sən get öz uşağına bax, uşağın yoxdursa uşağını böyüt. Nəsə cümlə səhv oldu. Uşağını böyüt, get uşağın getsin imtahandan görək bal yığa bilir, yoxsa bal yığa bilmirsə. Yəni sizi sadəcə olaraq dar günlərinizdə axtaran, dar günlərinizi sorğulayan, daha doğrusu axtaran yox, dar gündə heç kimi axtarmır son vaxtlarda. Sorğulayan, pis gündə sizə yazıb sadəcə olaraq niyə beləsən, nə bilim, gərəksiz bir şey deyən, xoşbəxt olanda axtaran, nə bilim, toyunuza, ad gününüzə gələn adamları boş verin. İnsanın ki, pis gündə yanında olan olmadı,
Həmin insanın üstündən xətt çəkin. Mən eləyəmmi? Eləyəm. Sizə elə olmağı tövsiyə eləyirəmmi? Eləyirəm. Boş şeydir. Elə imtahan da boş şeydir, universitet bu arada boş şeydir, sadəcə olaraq bir başlanğıc olaraq yox. Yəni bilmirəm, fikrimi sizə izah edə bilirəm, yoxsa bilmirəm. İnsanın hər şeydən öncə gələn can sağlığıdır. Can sağlığı və ətrafdakıların dəstəyidir. Ən birinci valideyn dəstəyi olmalıdır. Çünki mən evimdə belə görmüşəm. İndi mamam da deyir, ay Allah, bu qız nə yaxşı belə sözlər deyir. Mən özlərinə də deyirəm ki, həmişə də deyirəm. İnsan birinci valideyni dəstək edirsə, kənarda qalan elə bir adam yazın ki, mən deyim, həmin adam maraqlıdır mənim üçün. Marağı yoxdur. Olası da deyil bundan sonra. Bundan sonra yox, 11-ci sinifdən sonra. Nə müəllimlər, nə filan kəs, nə o, nə bu. Valideynim mənim razıdır. Mən desəm bu dəqiqə durub gedirəm, deyər, hə, dur get. Xarici bir ölkə olsun, başqa bir şey olsun, kurs olsun, filan olsun. Başqasının fikri maraqlı deyil, sizə də elə olsun. Maraqlı gəlməsin. Hələ bu buraxılış vaxtı heç maraqlı gəlməsin. Hamısını bloka atın, telefonu söndürün, nömrəni qırıntılayın. Bu qədər. 11 dəqiqədir danışıram. Qulaq asırsınızsa çox sağ olun. Sonra özünü çox yorma. Danışdıqlarım da elə buna aiddir. Özünü çox yorma, yəni. Çox yuxusuz qalma, çox ac qalma. Bu imtahana həyatını dəyişdirən, həyatını sıfırdan quran bir şey kimi baxma. Bəlkə də mən xəyalımda olduğum yerə getsəydim, xəyalımda olduğum universitetdə, ixtisasda oxusaydım, həyatım boyu bu qədər aktivlik də göstərə bilməzdim, bu qədər uğurum da olmazdı. Hazırda həmin nəzərdə tutduğum, bilməyənlər üçün hüquq ixtisasına hazırlaşırdım. Mən alınmadı. Niyə? Çünki bal yığa bilmədim. Bu hissəni sorğulamayın. Sevmirəm çünki bu mövzu haqqında danışmağı. Bəlkə də hazırda o ixtisasda oxuyan tələbələrin 90%-dən daha uğurluyam. Özümə niyə güvənirəm? Çünki elədiklərim göz qarşısındadır. Yəni burada 90%-ni mediaya yansıtmıram. Niyə? Çünki istəmirəm. Yəni onu deməyə çalışıram ki, onları aşağılamaq fikrim yoxdur. Qətiyyən elə bir şey olar. Onlar da tələbədir. Sadəcə olaraq o balı yığıb da özünü çürüdənləri birmənalı olaraq qınayıram. Siz də elə olun. Nəzərdə bir ixtisas tutmusunuz, o ixtisasa düşmədiniz. Amma filan kəs getdi, nə qədər bal yığdı, o ixtisas sizin xəyalınızda olduğunuz ixtisasa düşdü. Siz olduğunuz mövcud vəziyyəti dəyərləndirin. Düşdüyünüz o mühitdən özünüzü sağ çıxardın. Batma, batdınsa getdin, füsyo. Bu qədər. Yəni, həmin insan bəlkə də o nəzərdə tutduğun çox yüksək balının, o xəyalını qurduğun universitetə düşdü. Bəlkə də o sənin qədər aktivlik eləyə bilib, o vəziyyətdən çıxa bilməyəcək. Mənim fikrim belədir. Belə olub, belə olmağı da davam eləyir. Çünki bu dediyim şeylərlə çox rastlaşıram. Adamın 670 balı var, 10 dənə kəsiri var. Hüquq oxuyur, 10 dənə kəsiri var. Niyə? Bəs o balı 670 balı niyə yığmışdın? Niyə başqasının yerinə keçdin? Niyə oxumursan? Bu qədər. Ehtiyac yoxdur. Yəni, göz önündədir bunların hər biri. Bunlar reallıqdır. Özünüzü çürütməyin, özünüzü sıxmayın, ürəyinizi sıxmayın. Əsas can sağlığıdır. Can sağ olandan sonra, beyin normal olandan sonra, o depressiyaya düşməyəndən sonra hər şey düzəlir. Mənim fikrim belədir. Qınayanlar yenə ola bilər. Yazın. Görün mənim hansı sözümü bəyənmədiniz. Bir yazmış ki, sərt danışırsan. Yox, sadəcə olaraq reallığı deyəndə istər-istəməz səs tonunda, danışıq tərzimdə dəyişir. Mən də beləyəm. Siz də eləsiz, mən də beləyəm. Bu qədər. Başqa bir deyəcəyim yoxdur. Buraxılış imtahanı, yəni burada hazırda bəlkə sizə motivasiya ola bildim, motivasiya ola bilmədim, amma hər şey sizin əlinizdədir. Hər şey sizdən asılıdır. Həyat bitmir, həyat davam edir. Neçə il, yəni burada açıq demək istəmirəm, YouTube mənə ihlal verir, yəni qadağan edir videomu. Neçə insanlar, neçə abituriyentlər buraxılış imtahanında istədiyi nəticəni toplaya bilmədiyinə görə pis vəziyyətə düşüb. Yəni həyatlarından sınanıb. Siz bunu eləməyin, bu səhvi eləməyin. Bəlkə Fidan dostum bu videoya baxır. Fidan buraxılışdan sonraki vəziyyətimlə o halımı bilən, görən tək insandır. Fidan bilmirəm, vaxtı var yoxsa yox videoya baxmağa. Yəni çalışın ki, alındı, alınmadısa blokdan bərk yapışın. Ola da bilər, olmaya da bilər. Reallıq da budur, bu qədərdir.
Başqa deyəcəyim bir şey yoxdur. Hər biriniz dəyərlisiniz, əzizsiniz. Hər zaman yanınızda olmağa hazıram. Kanalda yenə deyirəm, videoları paylaşmışam, izah videoları keçib onlardan da yararlana bilərsiniz. Danışacaqlarım bu qədərdir. Bu aralar mənim də keyfim yoxdur açığı. Yəni heç cürə keyfimi düzəldə bilmirəm ki, videoları paylaşım. Short videoları paylaşıram amma həftədə bir dəfə falan. Bəlkə indi yenə paylaşdım, amma belə ümumilikdə uzun video çəkməyə təəssüf olsun ki, mən tripod almışdım uşaqlar. Durun göstərim. Bəli, burada da bir tripodumuz var. Yadımdan çıxıb başqa bir şeylə çəkirəm videonu. Nəysə, canımız sağ olsun, əsas odur. Bu qədər. Kanala abunə olub like atmağı unutmayın. Çox sağ olun. Nəsə bir fikriniz varsa yazın, bölüşün. Buraxılış dərsləri, 9-cu sinif buraxılış dərsləri haqqında Azərbaycan dili fənnindən maraqlanmaq istəyənlər, yazmaq istəyənlər, yazılmaq istəyənlər nömrə ilə əlaqə saxlasın. Böyük ehtimal nömrəni qeyd eləmərəm, aşağı qeyd eləmişəm. Sağ olun, özünüzə yaxşı baxın. İmtahanda uğurlar. Yəni bu qədər.